Fərqi nədir ki, əsas odur ki, işlər rahat yesin. Əziz Mingəçevirlilər, hörmətli qohumlar, dostlar, tanışlar, hər birinizi bu Karandaş mağazasının açılışına gəldiyinizə görə hər birinizə minnətdarız, çox sağ ol deyirik. Gələn ayaqlarınız ağrımasın, yorulmasın. Çox sağ olun. Öz adımızdan Şakir müəllimdə məndən minnətdarlığımızı bildirəcək. Eyni zamanda mağazanın rəhbərliyi, daha doğrusu Natiq müəllim, hər birinizi bugün bu tədbirdə iştirak etdiyinə görə salamlayır. Çox xoş gəlmişsiniz deyir. Arzu edir ki, hər birinizin evində xoş günlər, mənalı, sevimli, əziz günlər olsun. Onlar da gəlsin sizin tədbirlərdə iştirak edəsin. Sevincinizə sevinç qatsın və o sevinç bir bölüşdükcə çoxalır. Sizin sevinçlər də çoxalsın, yaxşı olsun. Bir daha çox xoş gəldiniz. Məlumumuz olduğu kimi bu Karandaş mağazası şəhərimizdə növbəti 3-cü mağazadakı açılır. Birincisi, hamımızın məlum olduğu yerdə bu Kontakton mağazası ilə üzbəyüzə oradadır. İkincisi də bazarın qabağında, keçidin yanında. Üçüncü də burada sizin iştirakçınızla açılır. Əvvəlcə burada Karandaş mağazası vardı, onu Natiq müəllim bağladı, amma özü də bu ərazidə yaşadığına görə əhali tanıyır. Biraz narazılığın bildirdi cəmaət, əhali bu ərazidə yaşayanlar. O cümlədən məktəbdə işləyən müəllimlərdən ki, bəs burada o mağazanı niyə köçürdün apardı? O xahişləri, o imkanları nəzərə alaraq o bir də məcbur olub mağazanı yenidən burada bərpa elədi. Mağazada İki mağaza fəaliyyət göstərir, hamıya məlumdur. Hər cür çeşidlə, mindən artıq adda məhsul reklam olunur və satılır. Ona görə də mağazanın bir üstün cəhəti də odur ki, şəhərimizdə olan bu məktəbli ləvazimatı, ofis ləvazimatı məhsulları çox ucuz qiymətə bu Karandaş mağazasında satılır. Ona görə ki, Natiq müəllim onu ilk istehsal müəssisəsindən alıb gətirir. O, əldən ələ keçir, 3-cü, 4-cü əldən almır ki, hər əldən ələ keçdikcə qiymət bahalaşsın. Ona görə bu nisbətən ucuz qiymətə verir, xalqımıza əl çatan olsun deyə. Yəni, bütün mağazalardan fərqlidir. Ona görə də elə mən Natiq müəllimə çox sağ ol deyirəm ki, bu yaxşıdır. Burada alınan mallar, biz arzumuz budur ki, hər bir məktəbliyə, hər bir ofis işçisinə, hər bir idarə müəssisə işçilərinə və rəhbərlərinə xeyir, uğur, işlərində müvəffəqiyyətlər gətirsin. İndi zamanə elədi ki, 5-ci sinifdən başlayır hazırlıqlar. 5-ci sinifdən başlayaraq 11-ci sinifə qədər hər bir məktəbli üçün burada testlər satılır, hal gətirilir. Kim ki, hansı bir məhsul olmasa, dərhal onu qeydiyyatdan keçirib, növbəti gün sifariş verməklə əldə eləmək mümkündür. Biz arz edirik ki, burada alınan bütün məhsullar hər bir Mingəçevir üçün, hər bir ailə üçün, hər bir fərd üçün xeyirli, uğurlu, qismətli olsun, onun gələcəyinə xoşbəxtlik gətirsin. Bir daha hər birinizə xoş gəldin deyirik. Natiq müəllim, Dürdanə xanım, bu mağaza sizə çox xeyirli, uğurlu, qismətli olsun deyirik. Biz burada indi lenti də kəsmək fikrindəyik. Şakir müəllim, yox lenti kəsirsən, götür. Bəlkə sözlərim var, sözlərim sən də əlavə elə, bəlkə. Ətraflı hamısın nə sözlər var deyək, xoş sözləri. Məndən bura toplaşan
bütün iştirakçıların hamısına hoş geldin deyirəm. Karandaş ofis namazları mağazası hamının dikkatindədir. Orada bir cümle yazılıb. Məktəb bizdən başlayır. Ne deyirəm, təhsil məktəbdən başlayır. Ve eyni zamanda məktəbi təşkil edən kimlərdir və nələrdir? Məktəbi təşkil edən müəllimlərdir, şagirdlərdir. Bir də onların istifadə elədikləri Karandaş ofis məlumatları mağazasıdır. Fahrettin müəllim qeyd elədi. Bu 3-cü mağazadır. Özdə əhalimizə, cəmaatımıza yüksək səviyyədə xidmət edən bir mağazadır. Natiq Allah çok xeyir versin. Düşərli olsun. Ben arzu edirəm ki, arzusunda olan valideynlər ki var, uşaqları ali məktəblərə qəbul olunsunlar. Arzusunda olan uşaqlar var ki, ali məktəblərə qəbul olunsunlar. Onların hamısına bu mağazadan istifadə etməyi və uğurlar kazanmağı arzulayıram. Amin. Allah çok xeyir versin. Amin. Mübarek olsun. Her birinizi tebrik edirik. Her birimizi tebrik edirik. Sağ olun. Qaçını götür, Şakir müəllim, qaçını götür, kəs. Bismillah, Allah Məhəmməd, ya Əli deyərək lenti kəsirik. Hər birinizə olar, nə gözəl, bərəkətli, xeyirli, uğurlu olsun. Natiq müəllim. Qoy bir kimi səsək. Bu biz tarafından, o taraftan bu kəs, bu tarafına saxlayıram. Kəs. Bu taraftan da kəs. Çok xeyirli, uğurlu, nisbətli, bərəkətli olsun. Natiq müəllim, Qurbanə xanım, indi hər birimizi mağazıyla tanışlığa dəvət edirik. Çok hoş gəlmişsiniz. Oğruluk burada. Gerek yok. Olha, Tron. Aldım bu.